Hər birinizin çox bəyənəcəyi qurabiyə resepti paylaşıram. 180 qram otaq istiliyində çörək yağı, 250 ml bitki yağı, 1 çimdik duz, 2 ədəd yumurta, 1,5 stəkan şəkər pudrası, 1,5 stəkan qarğıdalı nişastası və vanil əlavə edib qarışdırıram. Hazırlanmış kütlənin üzərinə 4 stəkan un əlavə edib xəmir yoğururam. Xəmiri 2 hissəyə bölüb yağlı kağız üzərində təxminən 4 mm qalınlığında yayıram. Üzərində çəngəllə naxışlar etdikdən sonra forma ilə kəsib, soba listinə yığıb öncədən isidilmiş 180 dərəcəlik sobada təxminən 15-16 dəqiqə nəzarət edərək bişirirəm. Sonda isə arasına qatlaşdırılmış karamelli şirin süd çəkib qurabiyələri hazır edirəm. Çox ləzzətlidir.